Susuz, yoxsul bir kəndin qırağında böyük və abad bir bağ vardı. Bağ su sarıdan korluq çəkmirdi. Müxtəlif meyvə ağacları ilə də zəngindi. O qədər uca, qollu budaqlı ağacları var idi ki, bağın bu başından baxsaydın, o başını görə bilməzdin. Bir neçə il əvvəl kəndin ərbabı torpaqları hissə-hissə bölüb kəndlilərə satdı. Bağı özü üçün saxladı. Satılmış yerlər dərə-təpəlik, barsız bəhrəsizdi. Hətta suyu da yox idi. Dərə boyu uzanan düzənlikdə ərbabın bağı yerləşirdi. Kəndlilər aldıqları torpaqda dəmiyə, arpa, buğda əkirdilər. Xülasə bunların üstündən keçək, yoxsa mətləbdən uzaq düşərik. Bağda 2 xula ağacı bitmişdi. Biri o birindən həm balaca, həm də cavan idi. Hər ağacın yarpaqları, çiçəkləri bir-birinə oxşayırdı. Elə ilk görüşdə hamı bunların bir cinsdən olduğunu ayırd edirdi. Böyük ağac peyvənd olunmuşdu. Hər il yekə və gözəl hulular gətirirdi. Elə hulular ki, ovuca zorla yerləşirdi. Adamın dişləyib yeməyə heyfi gəlirdi. Bağbanın dediyinə görə həmin ağacı bir əcnəbi mühəndis peyvənd eləmişdi. Peyvəndi də elə öz ölkəsindən gətirmişdi. Məlumdur ki, belə xərc çəkilmiş bir ağacın hulusunun qiyməti də baha olmalı idi. Hər iki ağacın gövdəsindən asılmış taxta parçası üzərində bu sözlər yazılmışdı. Və in yekad. Bunu güya ağaclar nəzərə dəyməsin deyə asmışdılar. Balaca hulu 1000-dən çox çiçək atsa da bir dənə də olsun meyvə yetirmirdi. Ya çiçəklərini tökür, ya da huluları kal vaxtı saralıb tökülürdü. Bağban əlindən gələni edirdisə də heç bir nəticə hasil olmurdu. Qolbudağı ildən ilə artırdı, amma dərman üçün də bar vermirdi. Bir gün bağbanın fikrinə gəldi ki, balaca ağaca peyvənd vursun. Vurdu da, yenə bir şey çıxmadı. Nəhayət bağban qəzəbindən əvvəlcə ağacı qorxutmaq qərarına gəldi. Mişar gətirdi, arvadını çağırdı. Balaca hulu ağacının yanında başladı mişarın dişlərini itiləməyə. Elə ki, mişar əməlli başlı itiləndi, bağban bir qədər geri çəkilib dedi: "Bu saat sənin qolbudağının bir neçəsini kəsəcəyəm ki, ağıllanasan, hulularını bir daha yerə tökməyəsən." Bağban balaca hulu ağacına çatmamış, arvadı onu haqladı və əlini tutub: "A kişi," dedi, "sən mənim canım, əl saxla. Mən sənə söz verirəm ki, gələn ildən hulularını saxlayıb böyüdəcək. Yenə tənbəllik eləsə, birlikdə başını kəsib qoyarıq yerə, doğrayıb atarıq təndirə, yanıb kül olar." Hədə qorxu da ağacın halına təfavüt eləmədi. Yəqin hamınız bilmək istəyirsiniz ki, balaca hulu ağacının dərdi nə imiş? Hulularını nə üçün yetişdirmirmiş? Çox gözəl. Bundan sonra başlayacağımız hekayət də elə həmin bu suala cavab verəcəkdir. Qulaq asın. Səs salmayın. Balaca hulu ağacının söhbətinə diqqətlə qulaq asın. Görək balaca hulu ağacı nə deyir. Deyəsən öz sərgüzəştini danışmağa başlayır. Bəli, danışmağa başlayır. Biz 100-150-dən çox idik. Səbətin içərisində idik. Bağban səbətin altına, yan yörəsinə və üstünə yarpaqlarımızdan düzmüşdü ki, günəş zərif qabığımızı yandırmasın, qırmızı yanaqlarımıza toz torpaq qonmasın. Fəqət yarpaqların arasından süzülən mavi işıq səbətə daxil olub qırmızı yanaqlarımıza toxunurdu. Bağban bizi lap sübh tezdən, günəş doğmamışdan dərmişdi. Buna görə bədənimizdə sərinlik və rütubət qalmışdı. Payız axşamlarının soyuğu canımızdan çıxmamışdı. Azacıq hərarət göy yarpaqlardan süzülüb bədənimizə toxunduqca xoşallanırdıq. Əlbəttə, biz hamımız bir ağacın övladları idik və hər ilin bu vaxtı bağban bizi dərib səbətə doldurar, şəhərə aparardı. Ərbabın qapısını döyüb səbəti ona verər və kəndə dönərdi. Lap elə indi olduğu kimi. Onu da deyim ki, biz 100-150-dən artıq yetişmiş, sulu meyvə idik. İndi isə qoyun özümdən danışım. Şirin və ləzzətli şirədən incəlmiş qabığım partlamaq istəyirdi. Yanaqlarıma o qədər qızartı çökmüşdü ki, görən elə bilirdi çılpaqlığımdan utandığım üçün qızarmışam. İri və bərk çəyirdəyim yaşamağa can atırdı. Xülasə, bağban məni lap səbətin üstündə qoymuşdu ki, elə ilk görünüşdən nəzərləri cəlb edim. Şübhə yoxdur ki, ərbabın evinə çatan kimi onun bircəsi olan qızına qismət olacaqdım. Ərbabın qızı da yanağımdan bir dişləm götürdükdən sonra məni kənara tullayacaqdı. Axı, ərbab evi sahibəlinin və ya Poladın evi deyildi ki, bir dənə də olsun xiyar, ərik və hulu görməmiş olaydılar. Nəysə,
Mətləbdən uzaq düşməyək. Bağban əlində səbət, bağın ortasındakı cığırla gedirdi. Birdən ayağının altındakı siçan yuvalarından biri uçuldu, az qaldı yıxılsın. Özünü saxladı, səbət də bərk silkələndi. Mən yerimdən tərpənib torpağa düşdüm. Bağban məni görməyib keçib getdi. Artıq günəş şüaları bağın hər tərəfinə yayılmışdı. Torpaq hələ qızmasa da göydən isti yağırdı. İsti yavaş-yavaş qabığımdan ətimə keçdi. Canımdakı şirə də qızışdı. İsti çəyirdəyimə qədər işlədi. Mənə elə gəldi ki, susuzlayıram. Anamın yanında olanda, susuzlayanda ondan doyunca su içirdim. Günəşə baxırdım ki, üzərimə düşüb məni daha çox qızdırsın. Günəş üzərimə düşüb yanaqlarımı qızdırdıqca anamdan su əmir, qidalanırdım. Bu zaman bədənimdəki şirə cuşa gəlir, günbəgün böyüyürdüm. Böyüdükcə də gözəlləşir. Bu zaman bədənimdəki şirə cuşa gəlir, günbəgün böyüyürdüm. Böyüdükcə də gözəlləşir, daha sulu olurdum. Üzümün damarlarında qırmızı qan çoxaldıqca ağırlaşır və anamın qol budağına əyir, özümü güclə saxlayırdım. Bu zaman anam mənə baxıb deyirdi: "Mənim göyçək qızım, üzünü heç vaxt günəşdən gizlətmə. Günəş bizim dostumuzdur. Torpaq bizə qida verirsə, onu günəş bişirir. Səndə olan gözəlliyin çoxu günəşdəndir. Bir bax, o meyvələr ki, günəşdən gizlənir, sap-sarı saralıb sısqalaşırlar. Göyçək qızım, əgər bir gün günəş yerdən küsüb ona işıq verməsə, yerdə bir dənə də olsun canlı qalmaz. Nə bitki, nə heyvan. Elə buna görə də bacardığım qədər bədənimi günəşə verib onun hərarətini özümə çəkirdim. Bu səbəbdən də gündən-günə böyüyüb qüvvələnirdim. Həmişə özümdən soruşurdum: kimsə bir gün günəşi incitsə, o da bizdən küssə, nə edərik? Anam yarpaqları ilə yanağıma qonmuş zərif tozu silib deyərdi: sən nələr fikirləşirsən? Görünür, çox ağıllı qızsan, mənim əziz balam. Mən inanıram ki, Günəş xanım bir neçə mərdiməzar və xudpəsəndə görə bizdən küsməz. Amma bir gün onun hərarəti və nuru qutara bilər. Onda gərək başqa bir günəş haqqında fikirləşək. Belə olmasa qaranlıqda qalar. Şaxtadan buz bağlayıb donarıq. Heç özüm də bilmirəm, söhbətimizin harasında qaldım. Deyəsən yadıma düşdü. Hə, onu deyirdim ki, isti çəyirdəyimi işlədi və bərk susuzladım. Birazdan bədənimdəki şirə cuşa gəldi, qabığım qurumağa və çatlamağa başladı. Atlı qarışqa qaça-qaça mənə yaxınlaşıb ətrafımda fırlanmağa başladı. Onu da deyim ki, səbətdən yerə düşəndə qabığım bir yerdən partlamışdı və bədənimdən axan şirə yanağıma sürmüşdü. Özü də günəşin hərarətindən bərkimişdi. Atlı qarışqa xortumlarını şirəmə batırıb çıxartdı, bir müddət xortumlarına baxıb onları yenidən işə saldı. Buynuzlarını dümdüz elədi, ayaqlarını yerə bərk dayayıb şirəmi çəkməyə elə girişdi ki, az qala indicə xortumları yerindən çıxacaqdı. O, biraz da güc gəldi. Qurumuş şirəmdən bir neçə tikə qoparıb sevincək halda qaça-qaça məndən uzaqlaşdı. Elə bu zaman qulağıma səs gəldi. 2 nəfər divardan aşıb bağa düşdü və qaça-qaça mənə yaxınlaşdı. Sahibəli ilə Polad idi. Bağdakı meyvələrdən yeyib qarınlarını doydurmağa gəlmişdilər. Onlar qaça-qaça gəlib mənim üzərimdən atıldılar, sonra anama tərəf getdilər. Birazdan kör peşman qayıtdılar. Ovqatları yaman təlx idi. Danışıqlarından başa düşdüm ki, bağbanın əlindən yaman yanıqlıdırlar. Polad deyirdi: "Gördün, bağın daxırı, meyvələrdən bir dənəsi də bizə qismət olmadı." Sahibəli: "Axı nə edə bilərdik? Bir aydan çoxdur bağban əlində tüfəng, ağacın dibindən bir addım da qırağa çəkilmir," dedi. Polad: "Lənətə gəlmiş, hətta bir dənə də olsun qoymayıb qalsın. Ax, o sulu hululardan bir bütövünü necə təpərdim ağzıma? Yadına gəlirmi, keçən il nə qədər hulu yedik?" dedi. Sahibəli narazılıqla dilləndi: "Elə bil biz adam deyilik. Hər şeyi bir-bir dərib ərbaba verir, o da ki zay eləyir. Bütün günahlar bizim özümüzdədir. Əlimizi əlimizin üstünə qoyub otururuq, o da kəndi çapır. Bilirsən, Sahibəli, ya bu bağ kəndin olmalıdır, ya da od vurub bütün ağacları yandıracağam. Bilirsən, Sahibəli, ya bu bağ kəndin olmalıdır, ya da od vurub bağın bütün ağaclarını yandıracağam. Odu ikilikdə vurarıq. Od vurmasaq kişi deyilik." Uşaqlar elə əsəbləşmişdilər ki, bilirsən ayaqlarını yerə necə döyürdülər? Qorxdum ki, birdən məni ayaqlayarlar. Xoşbəxtlikdən ayaqlamadılar. Mənim lap yanımda Poladın ayağına tikan batdı. Əyilib çıxarmaq istəyəndə gözü mənə sataşdı,
Dərhal tikanı yaddan çıxartdı. Məni yerdən götürüb, "Gədə, Sahibəli," dedi. "Bura bax." Uşaqlar məni bir-birlərinə verib sevinirdilər. Məni birdən-birə yemək istəmirdilər, çünki çox istiləşmişdim. Özüm də istəyirdim məni sərinlədib sonra yesinlər. Qabarlı və kələkötür əlləri qabığımı didsə də, mən bundan incimir, əksinə sevinirdim. Çünki məni axıra qədər ləzzətlə yeyəcəkdilər və yeyəndən sonra hətta dodaqlarını da yalayacaq, barmaqlarını da soyacaqdılar. Günlərlə, həftələrlə dadım damaqlarında qalacaqdı. "Polad, indiyə qədər belə yekə hulu görməmişdik. Doğrudan da görməmişdik. Gedək hovuzun qırağına, orada sərinlədib yeyək." Məni elə ehtiyatla aparırdılar ki, elə bil bu saat əllərindən düşüb sınacaqdım. Hovuzun qırağı sərin və kölgəli idi. Söyüd ağacları buraya elə sərin kölgə salmışdı ki, ilk anda sərinliyi çəyirdəyimdə belə hiss etdim. Məni ehtiyatla hovuza axar suya qoydular. Qabarlı əlləri ilə suyun qabağını kəsdilər ki, axıb hovuza düşməyim. Su lap buz kimi idi. Biraz keçəndən sonra Polad ilə Sahibəli söhbətə başladılar. "Sahibəli, bəli. Deyirəm bu hulunun çox böyük qiyməti var ha. Əlbəttə də söz oldu. Əgər bilirsənsə, de görək nə qədər qiyməti var." "Çox böyük qiyməti var. Məsələn, nə qədər?" "Lap sərinlətsək, belə lap sərinlətsək 1000 tümən. Pul görməmsən, elə bilirsən 1000 də puldur. Bəs de görək nə qədərdir?" "100 tümən." "Balam, 1000 ki 100-dən çoxdur. Mən özümdən düzəltmirəm, atamdan eşitmişəm. Əgər belədirsə, onda hər ikisi bir şeydir. Mən də özümdən düzəltmirəm, atamdan eşitmişəm." Polad əli ilə məni yavaşca yoxladı. Əllərim dondu. Deyəsən yeməli olub. Sahibəli də məni ehtiyatla yoxlayıb, "Lap buz kimidir," dedi. Məni sudan çıxartdılar. O dəqiqə istilik hiss etdim. İstəyirdim ki, məni tez yesinlər. Günəşdən və anamdan topladığım bütün qüvvəmi bu iki kəndli balasına vermək istəyirdim. Polad ilə Sahibəli məni yemək qərarına gələrkən fikirləşdim ki, gör ömrümdə neçə dəfə şəkildən şəkilə düşürəm. Hələ neçə dəfə də düşəcəyəm. Öz-özümə deyirdim, bir gün bədənimin zərrələri torpaq, su və nurdan ibarət idi. Anam onları yerdən sorub budaqlarının ucuna qədər çatdırırdı. Sonralar anam qönçələndi, gül açdı və yavaş-yavaş mən əmələ gəldim. Bədənimin bütün zərrələrini yavaş-yavaş anamın bədənindən çəkib günəşin ruhuna qatdım. Bundan sonra çəyirdəyim, qabığım, ətim əmələ gəldi və yetişmiş sulu, hulu oldum. İndi isə Polad ilə Sahibəli məni yeyirlər. Yəqin ki, mənim bədənimin zərrələri onların ətlərinə, tük və sümüklərinə çevriləcəkdir. Əlbəttə, bir gün onlar da öləcəklər. Onda mənim bədənimin zərrələri nə olacaq? Xülasə, uşaqlar məni yemək qərarına gəldilər. Sahibəli məni Polada verib dedi, "Bir dişlən vur." O, bir dişlən vurub məni Sahibəliyə qaytardı. Dodaqlarını yaladı. Bayaq dediyim kimi, ağızlarını ləzzətə gətirmişdim. Bədənimin əti qurtarmaq üzrə idi. Çərdəyim isə yeni həyat haqqında fikirləşirdi. Tədbir arayırdım ki, nə vaxt və nə cür etsin ki, bir daha düzələ bilsin. Axı mən eyni vaxtda həm ölür, həm də yaşamaq istəyirdim. Polad məni son dəfə ağzına apardı, bədənimin son ətini soğurdu. Ağzından çıxaranda mən hulu deyildim. İçərisində yaşamaq istəyən tum gizlətmiş kələkötür və möhkəm qabıqlı çəyirdək idim. Çəyirdəyimin partlayıb cücərməsi üçün rütubətli torpağa ehtiyac hiss edirdim. Uşaqlar barmaqlarını və dodaqlarını bir neçə dəfə yaladıqdan sonra Sahibəli dedi, "İndi nə eləyək? Suya düşək, çimək, sonra çəyirdəyi sındırıb tumunu yeyərik. Tum üçün özgə planım var, qoy hələ qalsın." Polad məni söyüdün dibinə qoydu. Sonra daldalı çəkilib, ayaqlarını qolları ilə qucaqlayıb, arxası üstə özünü suya atdı. Bir dəfə batıb çıxdı. Bulanıq su boğazına qədər idi. Başına, qollarına və qulaqlarına su otları yapışmışdı. Sahibəli dedi, "Polad, üzünü o yana çevir." Polad soruşdu, "Lüt çimmək istəyirsən?" "Hə, istəyirəm çimdiyimi atam bilməsin. Bilsə məni döyər. Evə qayıtmamıza hələ çox var. Məgər başımızın üstündə günəşi görmürsən?" Polad daha heç nə demədi. Üzünü yana çevirən kimi Sahibəli özünü suya atdı. Birlikdə üzməyə, suya baş vurmağa, bir-birinin üstünə su atmağa başladılar. Birdən hər ikisi eyni vaxtda dilləndi. "Gədə, gecikdik." Sudan çıxdılar. Polad şalvarını bir neçə dəfə sıxdı.
Məni də söyüd ağacının dibindən götürdülər və divardan aşıb getdilər. Kənd evləri ərbabın bağından xeyli aralıdaydı. Polad dostuna dedi: "Bura bax, sən bayaq dedin ki, çəyirdək üçün planın var. Kölgə düşən kimi gəlib səni çağıraram, gedib təpənin üstündə oturarıq. Onda planımı sənə danışaram." Kəndin dar küçələri xəlvət idi. Peyin iyi və milçək aləmi bürümüşdü. Yekə bir it divarın üstündən düz qabağımıza düşdü. Polad əlini itin başına, üzünə çəkib həyətlərinə girdi. İt də onun dalınca getdi. Sahibəlinin evi Poladgilinkindən o qədər da uzaq deyildi. Məni ovucunda bərk-bərk sıxıb damların üstündən öz həyətlərinə atıldı. Bu zaman dizə qədər anasının divar dibinə tökdüyü yumşaq peyinə batdı. Anası səs gələn kimi başını qapıdan çıxardı. "Sahibəli," dedi. "Tez ol, atana biraz sudan, çörəkdən apar." Sahibəli məni tövləyə apardı. Küncə tökülmüş peyinin içərisində gizlətdi. Qaranlıqda peyinin iyindən başqa heç nə hiss etmirdim. Orada neçə saat qaldığımı bilmirəm. Ancaq peyinin tündüyü az qalmışdı məni boğsun. Nəhayət hiss etdim ki, peyini üstümdən götürdülər. Bu Sahibəli idi. Məni çıxartdı, əli ilə bir-iki dəfə sildi, sonra şalvarının balağına çəkib tamamilə təmizlədi. Gəldiyimiz yolla qayıdıb Poladgilin evlərinin damına çatdıq. Poladın anası ilə bacısı damın dalında yappa yapır və divara yapışmış quru yappaları qoparıb bir-birinin üstünə yığan qonşu arvadla söhbət edirdilər. Sahibəli Poladın haraya getdiyini soruşdu. Poladın anası dedi: "Polad keçisini otarmağa aparıb. Poladı təpənin başında tapdıq. O, qara keçisini otlağa buraxmışdı. Özü isə iti ilə birlikdə oturub bizi gözləyirdi." Birdən nəzərlərimi Sahibəli ilə Poladın dərilərinin rəngi cəlb etdi. Günün qabağında o qədər çılpaq gəzmişdilər ki, qapqara qaralmışdılar. Polad səbri tükənmiş halda soruşdu: "Yaxşı, planını de görək." Sahibəli soruşdu: "İstəyirsənmi ki, sənin də hulu ağacın olsun?" "Dəli olmuşam ki, istəməyim." "Elə isə gedək. Bəs keçi ötürərik evə. Anam tapşırıb ki, gün batana qədər otarım. Onda itin yanında qoyarıq." Polad əlini itin üz-gözünə çəkdi. "Mən qaydana qədər," dedi. "Keçinin yanında olarsan, yaxşı?" Biz üçümüz də qaça-qaça gəlib bağın divarına çatdıq. Sahibəli dedi: "Polad, qalx yuxarı." Polad dilləndi: "Daha planını gizlədə bilməzsən. Özüm başa düşdüm. Deməli, hulumuzun çəyirdəyinə əkəcəyik." "Elədir ki var. Çəyirdəyi yumşaq bir yerdə əkərik. Bir neçə ildən sonra bizim də hulu ağacımız olar. Özün yaxşı bilirsən ki, nə üçün başqa yerdə əkirik." "Əlbəttə bilirəm. Təpənin başında, damların arasında hulu ağacı bitməz. Hər şeydən əvvəl yumşaq torpaq, çoxlu su lazımdır ki, ağac əmələ gəlsin." Sahibəli zarafatla: "Daha çərənləmə. Tez elə. Mən gedib bağın o başına görüm bağban qayıtmayıb ki," dedi. Bağban şəhərdən hələ qayıtmamışdı. Poladla Sahibəli bağın xəlvət bir güşəsində torpağı qazıb məni bastırdılar. Sonra əllərinin üstündəki torpağı çəkib getdilər. Qaranlıq və rütubətli torpaq məni avuçuna alıb sıxdı. Əlbəttə, mən hələ düzərə bilməzdim. Düzəlmək üçün hər şeydən əvvəl müəyyən qədər vaxt lazımdı. Bir neçə vaxtdan sonra torpağın altına keçməkdə olan soyuqdan artıq qışın gəldiyini və yerin üstünü qar örtdüyünü başa düşdüm. Torpaq mənim yaxınlığıma qədər donmuşdu. Ancaq torpağın altında donmamaq, üşüməmək üçün kifayət qədər istilik vardı. Beləliklə, mən hərəkətdən və qaynardan düşdüm. Torpağın altında xoş və şirin yuxuya getdim ki, yazda daha hazırlıqlı və daha qüvvətli ayılım, düzərim, torpaqdan çıxıb Polad ilə Sahibəli üçün çox meyvəli ağac olum. Elə ağac ki, onun hulları mənə baxanda öz gözəlliyindən utanan qızların qızarmış yanağına oxşasın. Sulu və iri olsun. Qışda gördüyüm yuxulardan yadımda bir şey qalmayıb. Ancaq o yadımdadır ki, bir dəfə yuxuda gördüm ki, yekə ağac olmuşam. Polad və Sahibəli mənə dırmaşıb budaqlarımı silkələyirlər. Ağacın ətrafına toplaşan çılpaq kəndli uşaqları yerə tökülən hulları götürüb ləzzətlə yeyirlər. Ağızlarının suyu sinələrinə tökülür, çılpaq qarınlarını və hətta göbəklərini də ısladır. Bir keçəl uşaq Poladı səsləyib soruşur: "Polad, heç demədin yediyimizin adı nədir? Axı mən istəyirəm evə dönəndə nə yediyimi anama söyləyim. Özü də çox yeməyimə baxmayaraq doymamışam." Dövrəmdə lap balaca iki uşaq da vardı. Onların əynində heç nə yox idi.
Ətraflarında uçan milçəklər üz gözlərinə, ağız burunlarına qonurdu. Uşaqlar əllərinə hərəsi yekə bir hulu götürüb ləzzətlə dişdən vurur, bəhbəhlə yeyirdilər. Bax bu gördüyüm yuxulardan biri idi. Lap son dəfə badamgülünü yuxuda gördüm. Bihuş halda uzanmışdım. Bu an xəfif bir səs ucaldı. Səslə birlikdə mənə çox tanış olan ətrin torpağın altına daxil olduğunu hiss etdim. Səs dedi: "Badamgülü, ətrini göyçək hulunun üzünə sürt. Əgər yenə də ayılmasa, əllərini üzündə, bədənində gəzdir ki, gülün iyini yaxşı duysun. Bacardıqca tez ayılt, çünki cücərmək, böyümək vaxtıdır." Axı bütün çəyirdəklər cücərməyə başlayıblar. Üzümə və bədənimə toxunan badamgülünün ətri o qədər xoş idi ki, həmişə bihuş qalmaq istəyirdim. Amma olmadı, ayıldım. Özümü yenə də bihuşluğa vurmaq istəyirdim ki, badamgülü dedi: "Daha naz eləmə, sən öz bəxtində diri toxum saxlamsan və belə qərara gəlmisən ki, cücərəsən, böyük ağac olasan, meyvə gətirəsən. Elə deyilmi?" Badamgülü gözəl gəlinlərə oxşayırdı. Elə bil təmiz və ağappaq qardan paltar geyinmişdi. Dodaqlarına da gül ətri sürtmüşdü. Əlbəttə, mən hələ qar görməmişdim. Onun haqqında hulu olanda anamdan eşitmişdim. Badamgülünün məndən qabaq kiminlə həmsöhbət olduğunu, yanıma kim tərəfindən göndərildiyini öyrənmək istəyirdim ki, qollarımı boynuna doladıb, üzümdən öpüb gülə-gülə dedi: "Nə iri vücudun var, qollarımın arasına da sığışmırsan." Sonra əlavə etdi: "Bahar da buradaydı. Dedi ki, cücərmək, böyümək vaxtıdır." Baharın adını eşidən kimi elə bil yuxudaydım. Ayıldım. Fikirləşdim ki, bahar gəlib gedib, mən isə hələ qabığımı partlatmamışam. Pərişan halda yuxudan ayılıb dik atıldım. 2 gündən sonra günəşin çıxmasına tamaşa etməyə qərarı almışdım. Bədənimdən yeni bir rişə çıxıb irəliyə sürünərək uzanırdı. Çoxlu su içmişdim. Ona görə də şişdim. Qabığım partladı. Bu zaman milə oxşayan rişəmi partlamış qabığımdan kənara uzatdım və torpağa daxil etdim ki, böyük köküm olsun. Üzərində dayanıb inkişaf edə bilim. Sonra cücərtimi özümdən kənara göndərib dedim ki, başı nəysin, üzü yuxarı qalxıb torpağı yarsın və gedib günəş tapsın. Boğulmamaq üçün hava da yığmışdım. Bayırın istisi də torpağın altına süzülürdü. Bu zaman artıq öz sərimdə inkişaf edib varlığımı dəyişərək başqa bir şeyə çevrilmişdim. Ağac olmaq üçün böyüməli, çox iş görməli idim. Qoz boyda bir daş qarşımı kəsərək yuxarı qalxmağa imkan vermirdi. Onu deşib keçə bilməyəcəyimi yəqin etdikdən sonra dövrə vurub yanından ötdüm və yuxarı qalxdım. Yuxarı qalxdıqca günəşin hərarətini daha çox hiss edir və ona doğru can atırdım. Yer üzərinə çıxmış otların kökləri arasında hərəkət edirdim. Nəhayət, başımın üzərindəki nazik torpaq qatını partlatdım. Məni qarşılamağa çıxan hərarəti, işığı gördüm. Artıq mən torpağın üzərinə çıxmışdım. Elə bir torpağın ki, anamın və həyatda olan bütün canlıların anasıdır. Başdan ayağa ağ çiçəyə bürünmüş badam ağacı günəşin işıqları altında bərq vururdu. Onun görkəmi məni valeh etdi, sevindirdi. Salam verdim. Badam ağacı dərhal dilləndi. "Salam, mənim ay üzlüm. Bu dünyaya xoş gəlmisən. Polad ilə Sahibəli sorağıma girəndə yaşıl yarpağım vardı. Onlar məni görsək sevindilər. Hər ikisi birlikdə bu ağac bizim öz ağacımızdır, dedilər. Arxdan bir neçə ovuc su gətirib mənim dibimə tökdülər. Sonra çıxıb getdilər. Yay girəndə boyum bir xeyli uzanmışdı. Budaqlarım isə hələ yox idi. Polad ilə Sahibəli tez-tez yanıma gəlirdilər. Yanımda xeyli oturub mənim gələcəyimdən, özlərinin planlarından danışırdılar. Bir gün başını çomaqla əzib öldürdükləri qırmızımtıl, parıldayan bir ilanı mənim yarım metrliyimdə qazdıqları torpağa bastırdılar. Polad əllərini ovuşdura-ovuşdura dedi: "Əcəb, kefi kök olacaq." Sahibəli isə "Bilirsən," dedi. "Bir ilan ölüsü çoxlu gübrəyə və peyinə bərabərdir." Polad dedi: "Belə güman edirəm ki, gələn il bunun nübarını yeyə bilərik. Nə bilim, bizim ki bu vaxta qədər ağacımız olmayıb. Mən eşitmişəm ki, hulu və şaftalı ağacları adətən tez bar verir." Polad düz deyirdi. Mən özüm də bunu bilirdim. Anam 2 illiyində 2 hulu yetişdirmişdi. Fikirləşirdim, görəsən hulularım böyüyəndən sonra nə şəklə düşəcəyəm. Tezliklə bar gətirmək, hulularımın bədənimdəki şirəni soğurmaqlarını görmək istəyirdim. İstəyirdim ki, hulularım ağırlıq salıb budaqlarıma əysinlər, o qədər əysinlər ki,
başları yerə dəysin. Payız gəldi. Hava soyuduqca yuxulamaq istəyirdim. Nəhayət qar yağdı, yer buz bağladı. Mən tamam yuxuya getdim. Poladla Sahibəli gövdəmi küləş və cırcındırla sarımışdılar. Axı qabığım hələ lətif və zərif idi. Şaxtalı qış günlərində dovşanların ləzzətli yemi ola bilərdim. Yaz gələn kimi əvvəlcə rişələrim özlərinə gəldi. Budaqlarım da aldığı şirədən ayılıb canlanmağa başladı. Kiçik budaqlarımın arasında xırda yarpaqlar düzəldirdim. Cəmi 3 qönçəm qalmışdı. 3 gül açdım. Lakin arada hiss etdim ki, bunların üçünü də hula edə bilməyəcəyəm. Güllərimdən biri lap ilk çağlarda solub düşdü. İkincisini çağal eləmişdim. Amma ona qida çatdıra bilmədiyim üçün soluqdu və külək vurub yerə saldı. Bu zaman bütün qüvvəmi toplayıb misli bərabəri olmayan elə bir hulu yetişdirmək fikrinə düşdüm ki, görənin gözləri kəlləsinə çıxsın. Hər kəs yesə, ömründə dilinə başqa meyvə vurmasın. Gül açandan xeyli sonra onların yarpaqlarını tökdüm və başladım gül kasacığımın içərisindəki yeganə meyvəmə yem verib yetişdirməyə. O vaxta qədər ki, gül kasacığım pardaqlandı. O, budağımın lap ucunda yerləşmişdi. Elə buna görə də badam çağalası boyda olanda məni əyməyə başladı. Narahatlığım artdı. Düşündüm ki, ürəyimdən olan hulu yetişdirəsi olsam, belim ya əyilər, ya da sınar. Lakin bütün çətinliklərə baxmayaraq, hulumu yetişdirməkdən əl çəkən deyildim. Hətta düzünü bilmək istəsəniz, gələcəkdə onların sayını 1000-ə çatdırmaq qərarına belə gəlmişdim. Elə buna görə də ilk cəhddən və ilk huludan başlayaraq özümü bəlkə başa salıb sınamaq istəyirdim. Uşaqların yaxınlığımda bastırdıqları ilan ölüsü çürüyüb, ətrafımdakı torpağı qüvvətləndirmişdi. Bu qüvvətliyin nəticəsidir ki, budaqlarım və çoxlu yarpaqlarım olmuşdu. Son günlər Sahibəli ilə Polad yanıma çox az gəlirdilər. Yəqin ki, ataları ilə biçinə və yaxud da xırmana gedirdilər. Nəhayət bir gün mənə baş çəkməyə gəldilər. Ağaclarını dibimə bastırıb məni ona sarıdılar. Deyəsən elə həmin gündə Poladla Sahibəli bir-biri ilə pıçıldaşdılar. Sahibəli, hə, de. Deyirəm birdən bu bağban bastırdığımız ağacı taparam. Tapsa nə olar ki? Deyə Sahibəli cavab verdi. Polad heç nə demədi. Sahibəli yenə sözünə davam etdi. Tapsa da bir qələt edə bilməz. Ağacı özümüz əkib becərmişik, meyvəsi də özümüzünküdür. Fikrə getmiş Polad dilləndi. Torpaq ki bizim deyil. Yenə də heç bir qələt edə bilməz. Torpaq onu əkənindir. Ağac əkdiyimiz bu bir tikə yer bizimkidir. Polad cürətləndi. Əlbəttə öz malımızdır. Əgər bir qələt eləyərsə, bütün bağa od vurarıq. Sahibəli yumruğunu günəşdən yanmış açıq sinəsinə vurdu. Özüm ölüm, dedi. Qoymaram, heç canını isti keçsin. Od vurub qaçarıq. İnanın ki, əgər həmin gün Polad və Sahibəli dibimə paya bastırmasaydılar, gecə qırılacaqdım. Bərk külək qalxdı. Ağacların budaqlarını və yarpaqlarını bir-birinə qatdı. Sübh tezdən gördüm ki, badam ağacının bir neçə budağı qırılıb. Günlər bir-birinin ardınca ötürdü. Mən bütün qüvvəmlə hulumu böyüdür, günəşə sarı tuturdum ki, yanaqlarını qızartsın. İsti ətinə, qanını işləsin. Qızın bədənimi möhkəm soğururdu. Bədənim bundan bəzən ağırsa da incimirdim. Axı artıq mən özüm də ana idim. Göyçək qızım vardı. Sahibəli ilə Poladın başı mənə qarışdığından başqa ağacları unutmuşdular. Mən özümü onların malı hesab edirdim. Yetişdikdən sonra hulumu məhz onlar dərib yeməli idilər. Necə ki, bir zaman onlar mənim özümü yemişdilər. Payızın əvvəllərində bir gün Polad tənha və qəmgin halda yanıma gəldi. İlk dəfə idi ki, onu tənha görürdüm. Polad mənə su verdi. Sonra üzünü mənə və huluma tutub ahəstə-ahəstə dedi. Hulu ağacım, mənim qəşəng hulum. Bilirsiniz nə olub? Heç bilirsiniz bu gün niyə təkəm? Görürəm ki, bilmirsiniz. Sahibəlini ilan çaldı, öldü. Muncuq nənə bütün gecəni onun başının üstünü kəstirib oturdu. Onun da əlindən bir iş gəlmədi. Dediyi bütün dərmanları Sahibəlinin atası ilə birlikdə gedib çöldən, dağdan, dərədən yığıb gətirdi. Sağalmadı ki, sağalmadı. Yazıq Sahibəli. Axı niyə məni tək qoyub getdin? Polad xeyli ağladı. Nəhayət yenə dilləndi. Bir neçə gün bundan əvvəl nahar çağı çöldən qaydanda
Təpənin başında rastlaşdıq. Keçən ilki kimi sənin dibində bastırmaq üçün yenə də ilan tutmaq istədik. Fikirləşdik ki, bu sənə yenə bir qüvvə verər. İlanlar dərəsinə düşdük. Elə bil onlar yoxa çıxmışdılar. Dərənin yaxınlığındakı qayalıqlarda, daşlıqlarda dolaşdıq. Onların daşlar arasında yuvaları var. Canlarına isti təsir edən kimi yuvadan çıxırlar. Bizim qonşuların, elə Sahibəlinin xalası oğlunun da torpaqları ilanlar dərəsindədir. Burada həmişə ilanların fışqırıq səsi eşidilir. Sahibəli ilə mən dağın ətəyində daşların arasına nəzər salır, çubuqlarımızı deşiklərə uzadırdıq ki, sənə kök ilan tapaq. Şalvardan başqa əynimizdə heç nə yox idi. Günəşin hərarəti kürəklərimizi elə qızdırmışdı ki, yumurta qoysaydın bişərdi. Bu daşın üstündən o biri daşın üstünə hoppanırdı. Birdən Sahibəlinin ayağı sürüşdü, arxası üstə yıxıldı. Elə bu an onun tükürpəkli çığırtısı bütün dərəyə yayıldı. Sahibəli ilanın çəmbər qurub dayandığı daşın üstə yıxılmışdı. Sahibəli bir də çığırıb dərəyə yuvarlandı. Mən ilana fürsət verməyib başına bir zərbə endirdim. Sonra qarnını, başını ağaca doladım. Sahibəli huşsuz halda uzanıb qalmışdı. Səs səmiri çıxmırdı. Əlindəki ağac harasa düşmüşdü. İlanın çaldığı yer qızarmışdı. İlan onun ayağını və ya qolunu sancmış olsaydı, nə edəcəyimi bilirdim. Amma elə yerindən çalmışdı ki, çarə etməkdə acizdim. Naçar qalıb Sahibəlini dalma aldım və kəndə gətirdim. Muncuq nənə qəbristanlıqda anama demişdi ki, Sahibəlini onun yanına tez çatdırsaydım, ölməzdi. Axı mən onu necə tez çatdıra bilərdim? Hulu ağacı, sən ki hamıdan yaxşı bilirsən, Sahibəli məndən nə qədər canlı idi. Polad yenə dağlamağa başladı. Sahibəli ilə Poladı necə çox istədiyimi indi hiss etdim. Sahibəlini bir daha görə bilməyəcəyimi yəqin edəndə az qaldım sarsılam, yarpaqlarımı töküb həmişəlik quruyam. Polad bir xeyli ağladı, sonra mən daha kənddə qala bilmərəm, dedi. Hara gedirəmsə, Sahibəli gəlib gözlərimin önündə durur. Qüssələnəcəyəm. Dağa gedəndə də, keçimi otaranda da, itlərin başını sığallayanda da, çöldə uşaqlarla çəyirtkə tutanda da, ot biçəndə də, damların üstünə çıxanda da, Sahibəli gözlərimin önündə canlanır. Elə bil həmişə Polad deyə məni səsləyir. Hulu ağacı, mən bu səslərə dözə bilmirəm. İstəyirəm şəhərə, dayımın yanına gedim. Daha kənddə qala bilmərəm. Hulu ağacı, mən getdim. Qoy Hulum da özünə qalsın. Elə ki gördüm Polad durub getməyə hazırlaşır, Hulumu onun qarşısına saldım. O Hulumu götürüb iylədi, toz torpağını sildi, başdan ayağa süzüb ovucularında əzizlədikdən sonra yerə qoyub getdi. Bildim ki, dostu Sahibəlidən ayrı yeməyə ürəyi gəlmir. O biri il yaxşı boy atmışdım. Gövdəmin hər tərəfində çoxlu budaqlar və yarpaqlar bitmişdi. 20-30-acan gül açmışdım. Artıq bağın hər tərəfini görə bilirdim. Bir gün bağban mənim baş qaldırdığımı gördü. Sevincindən bilmirdi nə etsin. Rəngimdən, yarpaqlarımdan və güllərimdən, hansı toxumdan olduğumu başa düşdü. Heç bir zəhmət çəkmədən bağında yaxşı bir hulu ağacı bitmişdi. Belə nanəcib bir bağbanın əlinə düşdüyüm üçün çox narahat idim. Çünki o pulbaz, nankor bir zalıma nökərçilik edirdi. Pul xatirinə kəndin cəmaatını özünə düşmən etmişdi. Hulularımın kimə qismət olacağını bildikdə özümdən acığım gəldi. Məni Polad ilə Sahibəli əkib böyütmüşdü. Hulularımı da onlar yeməli idilər. Ağlıma, ürəyimə və bütün varlığıma hakim olan bu fikirlərdən sonra başladım hulularımı tökməyə. Bağban o zaman xəbər tutdu ki, artıq bir dənə də hulum qalmamışdı. O elə başa düşdü ki, yerim pisdir. Buna görə də bu sözləri mənə eşitdirdi. Gələn il yerini dəyişəcəyəm. Yaxşı su içərsən, iri və gözəl hulular gətirərsən. Üzümüzə gələn ilin yazında rişələrimi ayıltdıqda gördüm ki, onlardan bəziləri tamam quruyub, bəziləri nəsə kəsilib. Əlbəttə, sağlam rişələrim də çox idi. Onları rütubətli torpağın köksünü uzatmağa başladım. Sonra yeni rişələr əmələ gətirib ətrafa yaydım. Bu zaman ayılmaq, yarpaq və gül açmaq fikrinə düşdüm və ana oldum. O vaxtdan indiyəcən ömrümdən neçə il keçdiyini bilmirəm. Ancaq bağban mənim hulularımdan bir dənə də olsun nübar eləyə bilməyib, bundan sonra da eləyə bilməyəcək. İstəyir qorxutsun, ya da doğrayıb yandırsın.
ona tabe olmayacağam.